Gənclər evindən özünüzü təqdim edin zəhmət olmasa. Mən Tural. Mikrofonu yaxın tutun. Xəzər Gənclər evindən qoşulmuşam. Könüllüsüyəm Xəzər Gənclər evinin. İnşallah ki, icazənizlə. Hələ bir dayan, bizi başqa mövzulama. Bilirsən ssenari nə idi? Orada əslində bilirsiniz, mövzu əsasən... Mikrofon biraz yaxın. Əsasən fikir verdisə, xanım çıxdı, getdi. Niyə getdi? Yoldaşı biraz pul üstündə ona sərt davrandı. Mahnı bizi aydınladacaq. Yoldaşı çıxdı, getdi. Mikrofonu yaxın. Sağ salamat. İndi de var. Söyleyiniz. Bu fəzlərə dözmür və yarım, qəlbim sinəmdə tıxınır canım. Biraz da döz krediti qurtarım, sənə bir dənə iPhone-u alım. Kapital yığıbdı məni qapcana, yaş gözlərimdən hey axır yana. Məhkəmədən kağız gəlir ama, mən baxıram ona yana. Səndən sonra kreditlərim çoxdur, vallah billah verməyə pul yoxdur. Ac qarına keçər günlər sənsiz, çətin cürə dodaqların mənsiz. Səndən sonra kreditlərim çoxdur, vallah billah verməyə pul yoxdur. Ac qarına keçər günlər sənsiz, çətin cürə dodaqların mənsiz. Sən verdiyin pullar baxdı məndə, qəmli baxışların qaldı səndə. Gəl yarım üstən faiz versin, mənə gülüşmüş də seni versin. İndi bunu oxuyan oradakı oğlandı. Başa saldı. Bunlar seni bura göndermeye məqsəd nə idi? Mahnının sözlərini dedilər ki, mahnının hər hansı bir sözləri dəyişməlidir. Təbii ki, burada da mahnının sözlərin tərtib eləyənə... Qızlar yüklüyür də sizə. Əsas seçim mənə verirdi deyə, verə deyək də. Mən də mövzunu seçdim. Sadəcə senaryoda yenə deyirəm, mənim əlaqəm yoxdur. Mən orada olmamışam. Mən orada olmamışam. Yox, bu gözəl, möhtəşəm ifanı çəkərək yox, canlı eləmək qərarına gəldiniz, düzdür? Daha doğrusu... Gələn dəfə ssenarini həm də bizə yazılı göndərsinlər. Başa düşməyin, mən oxuyum, buradan izah eləyim münsiflərə. Təşəkkür edirik, çox sağ olun.